Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. Mart ayının birində dünəndən yağan qarın 70-80% əridir. Küçə bazarı ilə yolla əriyən qarın suyu axıb gedir dəriyə. Bugün hava pis olmadı. Qoyun sürüsü də gedib. Sürü biraz tez qayıtdı. Olsun, bugün axşam tərəfi sazaqdır. Sabahdan hər şey qaydasına düşər. Məhəlləmizə çıxan ən sərt yoxuşdur. İlk dəfə düzəltmişik kanalları, xırdan daşdan döymüşük, tapdalanıb bərkiyib. Gələn də maşınlar başqa yerdən gedir, oradan kanal atır ya da küçə yeniş axıb gələn su kanalı dərinləşdirir. Əsasən də yağış, leysan yağanda. Bu dəfə yenə yamazı biraz dərinləşdirirlər, palçığı da vazelin kimidir. Heyvanlar gözləyirlər ki, nə vaxt tövləyə qatılacaqlar. Yaxınlıqda zirvədə bir tikili var. Əlamut qalası. Yəni yörəsində 2 metrdən artıq yer var idi. Sol qoyub orada otururduq. Yavaş-yavaş üyündü. Yol genişləndiriləndə qazıldı. Tam zirvədə qalıb. Divara qədər çatsa qala daha möhtəşəm olacaq. Cəbənin ot dayasında da o qədər ot qalmayıb. 3, 6, 8, 9 presi var. Bura qədər gəlmişkən çeşməyə qədər gedmiyorum. Sərimizdə suyun səviyyəsini edəcəyik. Çeşmənin suyu artıq yoxsa elə fazlaki qədərdir. Quşlar da səs-səsə verib yazın gəlişini bayram eləyirlər. Mart ayı qışdan olsa da 20 günü. Yaz da demək olar. Nə qədər qar yağdı, bir gün çəkmədi, 50-60% əridi getdi. Hələ hava soyuq oldu bugün. Nisbətən isti olsa, müsbət 10-15 olsa, bir gün çəkməz, qar əriyib biter. İki günündən əvvəl Şırşırın dəridə şəlalələrin yolunda video çəkirdim, o dərənin suyudur. O gün bu qədər yox idi, təbii ki, qar yağından sonra qar əriyib, suyu artacaq. Bugün bu yamaçlardan sel gedirmiş. Hər tərəfdə şırımlar açıb. İndi çeşmədən vedirənə su daşıyan yoxdur. Əvvəl biri gedərdi bu yoldan, biri gələrdi. Yolda qarşılaşırdıq. Su daşıyan kim, paltar doğramağa gedib qayıdan kim. Payızdan da yolu düzəldirdik, qazırdıq ki, biraz geniş olsun. Həm adam, həm də ulaqlar yaxşı hərəkət edə bilsin.
Payızda suyumuzu seçəndə yeri qazdıq, şılaqları, yüngülvarı bastırdıq. Yazda bir xeyli də işimiz var. Yamazla yenişə gəlmişik. Yolda bir iki dəfə də iri daş çıxdı. Ətrafını nə qədər qazdıq, çıxadanmadıq. Elə buraxmışıq. Bizim xət məlumdur. Çeşmənin suyunu götürmüşük içənə. Yan yörədən də nə qədər su çıxır. Olmadı şu. Bu suları da yığmaq lazımdır, bir yerə kanalaşmaq. Yenişə geçsin. Motor oradan işləyəni var, səsi gəldi. Çənin üstündən aşırdı, aşmaz oldu. Artığın da şılanqadan qoşublar ki, gəlib damlaya yığışsın. İnəklər su içsin. Qış olmağına baxmayaraq sudakı mamırlar inkişaf edir. Nə qədər motor götürəndən sonra artıq da gəlir dəriyə. Vannaya gəlir, daxil olur, vannanın çıxışından da gedir dəriyə. Çənin üstünə çıxıb ayağımın palçığını tökmək istəmirəm çənin. Sonra yağışda yağanda palçığı yuyub içine aparmaz. Keçən dəfə deyirəm üstündən hardan aşırmış. Qaynaq olunan yerin yanından bırakır. Heç tərəfdən sorun yoxdur. Yoxlayım görüm. Bizim şılanqa su gedir. Tam bizimkidir. Titriyir, şılanqın içi də dolu. Bu birində yoxdur. Hələ cəbir istifadə eləməyir. Rəqib də motoru qoşmuyor. Motorun səsi kəsildi. Motoru söndürdülər. 8-10 dəqiqə bəs eləyir ki, bir ton su pompalasın evə. İndi də şılanqın içindəki su qayıdıb gəlir çənə. Çeşmənin suyu bu qədərdir. Biraz da üstdən aşır. Xeyli su var. Bir nasıl heç bu qədər suyu pompalayamaz. Yazda buradan daha çox su çıxacaq. Çünki çeşmədən qoyduğumuz sumaq nazikdir, qıqlıqdır. Yaz aylarında da 2 qat artacaq su. Qapağını qaldırmaq istəyirəm, görüm yenə də. Pas gəlib yığışıbdır motorların üstünə. Ama başqa cür də elə bilərəm. Bu aradan girib qapağı qaldıra bilərəm. Tox vurub gəbərtməz. Lənət şeytana deyirəm, yemirəm. Suyu çəkəndə demişdi, kim xatırlayır, bu qazan kimin qazanıdır? Hansı filmdən idi? Yorumlarda yaz. Əvvəl qar yağmamış gələrdi dərənin bu hissəsi.
Kuzey tərəfdən 5-6 gölməsə qazardıq. Həmişə su çıxır oradan. İndi elə görünə bilər ki, su çıxmır. Ancaq dərə dolub. Bəlkə 1 metr qum var. Çeşmə qumun altı ilə axıb gedir. Bir dənəsini orada qazardı. Bir gölməsi də burada bağlayardı. Arası 6-7 gölməsi olurdu. İnəklər gətirərdi, hərəsi bir gölməsi də içirdi. Bəzən nadişləri birini qovalırdı, o yana bu yana gölməsi hənillərirdi. Atı da gətirəndə həmişə isti bulağa yönəlirdi. O tərəfdəkilər istiydi. Burada da basen gəliblər, ancaq turbanın gözü tutulub üstdən aşır. Bu da çeşmə idi. Əvvəl dağdan işləməkdən gələndə çeşməyə qədər getməyə ərinirdik. O qədər məsafə də yoxdur arada. Bu sudan içirdik. Ancaq o bir çeşmə daha köhlüdür, onun suyu təmizdir. Yerin dərin qatlarına sürüb gəlir. Bu su üst qatlardan süzülür. Yayın ilk aylarında quruyur. Altıncı, 7-ci sinifdə oxuyanlar Madian atımız var yanlı qaşda. Yaşlı atıydı. Onu əlimdə zilovundan tutub gətirərdim suya. Suvarandan sonra çıxadıb yola minirdim. Tövləyə qədər 80-100 metr çapardım. Əgər getdim tövləyə çatdım. Kimsə görməlisə qayıdıb bir də çapardım. 30'dan çox yaşı var idi o atın. Bir balası oldu. 1 yaşında tövlədə öldü. Bağırsağında çoxlu qurt var idi, ondan idi. Bizə baxmamışdıq. Sonra bir balası da oldu. Minək yaşına çatmadan minmişdim. Möhkəm çapa-çapa gəldim. Elə bildim ki, o bir at kimi yoxuş boyu gedəcək. Qarşısına heyvan çıxdı. Buradan sapdı sağa. Düşdüm. Sol biləyim zədələndi. Şiş qaldı orada. Bəlkə 5-6 il ağrırdı. Qəpik qoyurdum, üstünə də dəsmə bağlayırdım ki, şişən yer bərpa olunsun. Bəlkə indi də bəlkə salsam həmin yer ağrıyar. Zədələnən yer heç vaxt tam bərpa olunur. Dizimdə də elə bir şiş olub, onu da lider atımız təpi ilə vurub. Qəlçə vaxtı Pararat çayına getmişdim, tutum gətirim. Tutub gətirdim qəsəbəyə qədər, bağladım səpərə. Asıldı getdi, başqa at mirib arxasınca getdim, çatmışdım. Atı buraxıb arxasından fırlanıb geçmək istədim ki, önündən tutum yalımdan necə qoşu ayaqlı çiftə təpi atdısa. Təpilər tutdu qarın nahiyəmdən, ayaqlarım yerdə üzüldü. Yerdən üzüldü. Dizlərim üstə düşdüm yerə, bir dizim daşa dəymişdi. Sağ dizimdə indi də şiş var həmin yerdə. Başımıza nə qədər iş gəlib. Başına uşaq olan da elətdi. Fərqi yoxdur. Elə uşaq var ki, qoruyurlar, evdən bayra çıxmır. Çıxan kimi də hər hansı bir hadisə ilə qarşılaşır elə. Yıxıla dura bərkimək lazımdır. Demişdim, qoyun sürüsü gedib. Allah cəbir heyvanları bu sürüylə gəlməyib. Nədirsə? Adasa yarım sanatı var ki, o heyvanlar gəlir, bunlar hələ yeni gəlir. Sürünün qabağın keçilər, səpişlər çəkir. Yazda adətən səpişlər çox yorğun olar. Əsasən də erkək səpişlər.
Bu il vəziyyət yaxşıdır, çox qış çəkməyiblər. Bir dənə də dişi iş gəlir. Yelinləri süddü. 1, 2, 3, 6 yerin çıxarılıbsa azından 6 balası var. ...99-cu ildə sözümü yarımıza saxlayayım, görüm Fənax gəldi. Fənax, sağ ol, sən nə tərsən, necəsən? Bunu niyə xaltalamısın? Bunu bağlayıram, ona tavliyə canavar götürürüm. O dişi it sənkidir, balalayıb da o it. Neçə balası var? Var, deyirdim, ən azı 6 dənə var. Düz təxmin eləmiş. 99-cu ildə uşaqlarla çaya yeyib içməyə, çimməyə getmişdik. Atlar da aparmışdıq. Videomuz var YouTube'da, bilmirəm şəxsi deyə ictimaidir. Gəlin atları mindik, çapdıq bizim atı. Dibimin ciyəvi Polad minmişdi Biləf kəndindən. Atın xasiyyətini bilmirdi. Salmanın dərəsindən buraxdı atı. Yüyənin də artıq yığışdıra bilməmişdi. Gəlib burada dönmüşdü sağa. Düşüb qıçı sınmışdı. Güyə getmişdik əylənməyə, bir hadisə törəndi. Uzun müddət qıçıda gipsdə qaldı. Təkcə başımıza gələn hadisə bizlərlə sınırlanmayıb. Hadisə şəhətdə yaşayan hər adamın başına gəlir, biri yox. Bəlkə onu, yüzü. Bizdə əsasən əli oraq kəsmələrdir, dəriyə stildən də yenə kəsmələr, yıxılıb diz çappalar. Başda yıxılmışam. 3 metrlik damdan qaça-qaça gedən də düşmüşəm, başım ikiyə ayrılıb, yenə ölmədim. Qaçdım vedirə, qaldı ayağımın altında vedirənin qılpı bağlanan yeri. Başımın sol gözümün üstünü kəsdi, ölmədim. Çaya it fırına yığmağa getmişdi qızlar, mən də onların dalınca düşüb getdim. Vedirəni yuxarıda yamaza qoymuşdular, aşağıdaydım, dirləndi gəldi. Sağ qaşımın üstünü cırdı, dağıtdı, ölmədim. Atdan neçə ləfərlə düşmüşəm, atı çapmışam, gedib ağacın qamadın altından geçib, ilişib qalmışam, at gedib. Atdan çox düşmüşəm. O taydan 2 uşaq da gəlir, gəlsinlər görək kimlərdir. Biri Şahindir, o biri Sevgidir. Belə soyuq havada Fetin yanında olmalıdır uşaq. Uşaqlığımı xatırlayanda bilirəm ki, uşağın könlü gəzmək, oynamaq istəyir. Gedib qarda oynayırdı, ayaqlarımız su, əllərimiz qartop oynamaqdan qıpqırmızı. Yaxabacağımız qıpqırmızı, yenə doymurduq. Öskürürdük, innaq olurduq. Fırnımızdan seli axırdı, yenə özümüzə gəlmirdik. Qışda əsasən keçiləri çox soyuq alır. Soyuq almış keçinin başına baxan kimi hiss edirsən. Başı şişmiş kimi olur. Başındakı tüylər biz-biz durur. Əgər keçinin quyruğu dik durursa, deməli vəziyyəti yaxşıdır. Hansı ki quyruğun qısır, ya xəstədir, üşüyür, ya da çox üzgündür. Az heyvan saxlamamışam mən də 35 il. Tək başına bu işinə məşğul olmuşam. Elə uşaq vaxtından da nəyimiz, atımız, qoyunumuz, keçimiz olub.
Şahinlə Sevgini gözləyirəm. Bir türlü gəlib çıxmaz. Şahin tez gəlin, arxadan it gəlir, tutacaq sizi. İt gəlir arxanıza. Şahin itdən qorxar şey. İstəyirəm qorxudan biraz tez gəlsin. Gəlmir. Sevgi bizim videomuzda görsənməyib. Gəlsin onun da danışığını eşidək görək. Dili şirindir. Rıya iyi deyir. Hara gedir bu qardaş bacı? Akşam düşür, bu nə oynamaq vaxtıdır? Düzgün seçməmişsiniz sesi. Sevgi, necəsən? Sən hara gedirsən? Zeynəb gülə. Dur baxım görüm sifəti. Bu incə qız, nə gözəl qızdır. Saçları o kim yığıb papağın altına? Mama. Mama. Bax, balayı kim alıb? Paltayı kim alıb? Şahin sənin nəyindir? Ray. Nəyin? Ray. Yüreğin. Kardeşim. Yüreğim dedi Şahin. Mamanı çox istəyirsən atanı. Mama. Nənəni çox istəyirsən Şahini. Anam. Nənəni Şahini alın bırax. Səni çox istəmədi. Bırax alın. İndi get. İlk gəlib səni dişləyər görək. Şöyle. Bax görünmür. Nə yapışdırmısan özü? Onu təmizlə. Təmizlə. Nə gözəl gözlərim var. Bax mənə. Şahin gözlərin rəngi mənim şeyinə oxşuyur. Oxşuyur ha. Bıraxmayacağım səni gedesin. Saxlayacağım burada. Qalırsan. Bizə gedirsən. Yok. Niyə gedib qaqa verim sənə? Alma. Evet. Niyə istəmirsən? Hamısı var ha. Yaxşı gedin oyna. Sevgi çox süvar danışırmış. Məndən yaxşı danışır. Sevginin neçə yaşı var Şahin? Diyesen 3 yaş. 3 yaşı var. 2 ildən sonra gedəcək məktəbə. Ben de 8 yaş. 8 yaşın olsaydı 2-ci sinifdə oxuyardın Şahin. 8 de. Keçmisən ha. Neçədə oxuyursan sən? 1-ci sinifdə. Evdə qocaldın. Tez getməliydin məktəbə. Dərsləri necə oxuyursan? Yaş. Bir dənə şeirdə videomuzu yekunlaşdırım. Çıx dur hasarın üstündə. Xoruzun şeirini desən, məndən bir afərin alasın. Hansını bilirsən de. Bax görün bura. Hansı şeiri bilirsən de. Getməyin. Denə də o. Ala bula boz keç. Amma baxıb sənə deyəcək ki, Şahin şeirini bilmir. Şahin. Yaxşı gedin, səndən şeir deyən çıxmaz. Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşərik. Salamat qalın.